Və həmçinin sənə tutaq kimsə nə deyir, bir söz deyir, dinivə görə. Böhtan atır sənə, sən deyir filan kəslərdən, sən peşman kəslərdənsən. Demək, inşallah xeyir olar, biz Peyğəmbərin yolunda olarıq, inşallah. Narahat olma, nə qədər ədəb varsa, nə qədər əxlaq varsa, o qədər dəvət var, o qədər xeyir var, o qədər bərəkət var, o qədər qəlb rahatçılığı var. Şeyxülislam İbn Teymiyyə rahimehullahın risaləsi var bu barədə, məxluqatın əziyyətlərinə səbr etməyin qaydaları. Orada danışır ki, nə qədər əff yolunu seçsən, özün rahat olursan. Və buna görə savab yazılır sənə. Və Allah Azə və Cəllə qiyamət günü sənə bunun əcrini verəcək. Və sən onun deyir, onunla dost olmağınla deyir, böyük xeyrə başlanğıc qoyursan. Halbuki deyir, cavab versəydin, bəlkə şər davam eləyəsiydin. Və sonra sən deyir, nəticədə deyir, onun şərindən də qorunmuş olursan. Çünki sən sözü qaytarsaydın, bəlkə yenə sənə başqa vaxt sanca bilərdi. Yenə sənə başqa vaxt tuzaq qura bilərdi, cəsusluq edə bilərdi. Amma bu ilə sən məsələni bağlayırsan, özü böyük xeyirlərlə, qazancla. Subhanallah. Gör, nə gözəl yoldur, Quran və sünnənin yolu.